Əziz izləyicilərim, sizə təqdim etdiyim bu həyət evi Köhnə Günəşlidə yerləşir. Köhnə Günəşlidə 40-46-nın avtobusun son dayanacağında yerləşir. 5 sotda tikilib mənzilimiz. Evin bu hissəsində torpaq vər var. 2 dənə xırda ev tikilib kiraya verilmək üçün. Daxil oluruq mənzilimizə. Mənzil özü 4 otaqdır. Girişdə sanuzol qovşağıdır. Həyət evimizin sənəti çıxarışdır, yəni kupçadır. 200 kvadratdır. Yataq otağıdır, evdə yaşayış yoxdur. O yüzden ev bu gündədir. Sənət çıxarışdır. Burada mətbəxdir. Mənzil 4 otaqdır, 200 kvadratdır. Qiymət 185.000 manatdır. Qiyməti endirimdə olunacaq. Yaşayışlı mənzildir. Ancaq hal-hazırda mənzildə yaşayış yoxdur. Yiyəsi xaricdə qalır. Mənzili satmaq üçün Bakıya gəlib. Bura mənzilimizin zalıdır, yəni qonaq otağıdır. İkinci yataq otağına daxil oluruq. Mənzilin döşəməsi parketdir. Yenə təkrar edirəm, əziz izləyicilərim. Mənzil özü yerləşir Köhnə Günəşlidə, İnqilab İsmailov küçəsində. 5 sotda tikilmiş evdir, 200 kvadratdır. Yəni 5 sotun hamısında ev tikilməyib. Yəni torpaq 5 sotdur. Torpağın sənəti sərəncamdır. Ancaq evin sənəti çıxarışdır, yəni kupçadır. 200 kvadratdır mənzilimiz. 3-cü yataq otağına daxil oluruq. Nə zaman istəsəniz buyurub baxa bilərsiniz. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olunub. Bax, bayaq sizə dedim, burada torpağın bu hissəsində 2 dənə ev tikilib kiraya verilir. Yəni torpaq opşi 5 sotdur. Mənzilin istiliyi kombidir. Qaz, su, işıq mənzildə daimidir. Nə zaman istəsəniz buyurub baxa bilərsiniz. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olunub.